Yeni bir tem videosundan herkese salamlar. Hoş gelmişsiniz kanalıma. Həmişə sizlə bərabər 100 min, 1 milyon, 10 milyon abunə gəlsin. Amin, amin, amin. Bugün 4 dənə belə tem paketimiz var. Gəlin vaxt itirmədən birlikdə açaq. İlk öncə elə böyük bağlamadan başlayaq. Həcmi böyük olsa da çəkidə yüngüldür. Görək içindən nələr çıxacaq. İlk əlimə belə çanta deyəsən bu çanta gəlir. Etiketi var. Etiketi olan bir şey. Nadir hallarda rast gəlinir. Bu nəyin oxşar idi? Prada'nın belə çantası var idi. Amma nəyinsə 100% oxşardı. İçində təbii ki heç nə yerləşməyəcək. Belə üç bucaq formalı. Amma olduqca şirin bir çantadır. Belə. Minicik. Mən bu çantanı almışam 18 manata. Hal-hazırda 20 manat çanta. Düzü nə 18 ya da 20 manatlıq çanta olduğunu düşünmürəm. Material olaraq okey, çox yaxşıdır. Amma yəni bu boyda bir şeydir də. Keçən dəfəki kimi düyməli bir kofta, amma bu material yaxşı deyil. Əynində geyinərik, amma belə içi göstərən bir şey oxşuyur. Koftanı almışam 22 manata. Hal-hazırda da qiyməti 22 manatdır, amma nə bilim material tam o deyil məncə. Bu kofta yaxşı materialda tikilsəydi, ümumilikdə pis deyildi. Yəni görünüş olaraq pis deyildi. Amma həm yaxşı materialda tikilməyib, həm düymələri dəhşət aralı qalır. Yəni o qədər aralı qalır ki, mən bu düyməni mikrofonla sabitlədim ki, belə çox açıq görünməsin, dəhşətli dərəcədə aralı qalır. Bir də yəni bunu almırıq. Material olaraq heç o deyil. Bu parçadan onlarda bolluqdur deyəsən. Çünki neçə dəfədir nəsə alırıqsa eyni bu parçadan çıxır. Bu da belə fərqli dizaynda bir kofta. Sinə hissəsi maraqlı görünür. Əslində bu parçada olan kofta almışdım. Bir dəfə yadınızdasa zamoklu. Qəşəng idi, yəni xoşuma gəlmişdi. Bu koftanı almışam mən 19 manata. Hal-hazırda qiyməti 20 manatdır. Bu nədir? Bu şalvardır. Yenə içi tüklü, belə isti saxlayan, lastin formasında, amma ayağı genişlənən bu şalvarlardan çox xoşum gəlir. Mən ümumiyyətlə yuxarısı belə əyni oturan, aşağısı gen olan şalvarları daha çox xoşlayıram. Düşünürəm ki, ümumiyyətlə figuranda o çox daha qəşəng göstərir. Bu arada baxıram ki, bu şalvar termal imiş. Mən almışam bunu 20 manata, hal-hazırda qiyməti amma qalxıb 28 manat olub. Və tadadadam. Şalvar birinci olan ki, çox qəşəngdir, çox rahatdır. Yəni dəhşət isti saxlayır. Mən bu dəqiqə bu şalvarda bişirəm. İstidən çox isti saxlayır. Üst hissəsi dediyim kimi dar gəlir, aşağısı genişlənən, super əla. Kofta da ki, materialdan olsa bu koftanın eyni materialda məndə kofta var. Zamoklu boğazı, yəni eyni şeydən tikiblər tamamilə. Pis deyil, yaxşıdır. Koftanın gündəlikdə geyinirəm. Bir dənə də kofta. Bu ara belə sinə hissəsi maraqlı koftalar almışam. Qəşəngdir, amma məncə şık görünür. Koftaların hamısını alıram, sonra nə ilə kombinləyim bilmirəm. Çünki üst alıram. Qar yağmağa başladı yenə. Çünki üst alıram, amma bunun altına uyğun nə alım bilmirəm. Koftanı almışam mən 23 manata, hal-hazırda 24 manat neçə qəpikdir. Mikrofonu yaxama taxaraq bu koftanın qəşəngliyini pozmaq istəmirəm. İstəyirəm ki, belə görəsiniz, çox qəşəng koftadır. Materialı ortadır. Yəni super keyfiyyətli, oyda ən keyfiyyətlidir bu desəm deyil. Amma o qədər rahatdır. Adamın əyninə, canıma o qədər çox yatır ki, yəni ki çox əla. Bunu çox bəyəndim həqiqətən də. Bu şalvarla da yaxşı kombinləndi deyə düşünürəm. Çox bəyəndim. Buna yazıram 5 ulduz. 2 dənə elə eyni anda çıxdı. İkisini də göstərəm. Bunları ayrı-ayrı almışam. Bunlar ütü üçündür. Ütüdə bəzi məhsulları bəzi paltarları ütüləyəndə yapışmır ütü, amma qəribə bir şəkildə iz qoyur sanki. Onun üçün 2 dənə fərqli məhsul aldım. Biri tubun yandımaz. Qəribə belə klonka kimi bir şeydir. Birbaşa ütünün ağzına keçirdirsiniz. Biri də ki, paltarın üstünə qoymaq üçün olan bir şeydir. İkisini də saxlayacağım yəqin ki, çünki həm ütünün ağzına keçəcəm, həm də paltarın üstünə sizə qoyacağam. Çünki keçən dəfə belə bir şey oldu. Nəsə Elvin işə gedirdi, geyindi, getdi. Mən də kompüterdəydim, video editləyirdim. Birdən Elvin mənə şəkil atdı. Gedim baxdım ki, şalvarın üstünə belə ağ xəttlər. Şəklini atıb yazıb ki, bu şalvarı necə ütüləmsən? Altında da yazıb ki, bundan sonra mən ütüləyəcəm öz şalvarlarıma əl vurma, çox xahiş edirəm. Ona görə Elvin şalvarlarını rahat ütüləsin deyə ona belə bir şey almışam. İkisində istifadə eləyərəm. Vloglarda sizə deyərəm ki, yaxşıdır, işlətmək olar, yoxsa yox. Ütünün bu ağzına keçirilən ağ şeyi almışam 5 manat neçəsə qəpiyə, hələ də 5 manat neçə qəpikdir. O parça kimi paltarın üstünə qoyulan da almışam 2 manat 90 qəpiyə, elə yenə 2 manat neçəsə qəpikdir. Daha sonra bir dənə görün nə şirin şərfdir. Dın. Tülkülü. Çox şirin deyil. Koftamla da uyumlu oldu. Baxın belə. Ayda çox şirindir. Burada tülküdür. Bu da tülkünün belə quyruğudur. Mən çox bəyəndim. Bu tülkülü şarfı almışam 13 manata. Hal-hazırda 14 manat neçəsə qəpikdir. Belə şirin broşkalar almışam. Makyaj eləyəndə falan ön saçlar üzümüzə düşməsin deyə çolkalar. Ay Allah, bunlar nə şirindir. Qara, ağ və belə naxışlı. Tax görək. Üstü belə sanki nə deyirlər buna?
Yastıq kimi. Buradan taxım. Gözəl oldu, şirin oldu. Bəyəndim. Bu broşkanı almışam mən 1 manat 70 qəpiyə. Elə indi də qiyməti 1 manat 70 qəpikdir. Aksesuar görürəm burada. Oy. Bu nədir belə? Qaşları qəşəng parıldamır. Pis deyil, ümumi görünüş olaraq pis görünmür. Sırqaları pis görünür məncə. Amma çox da qəşəng parıldamır yəni qaşları. Dediyim kimi yenə sanki pərdə bəzəyindən qalıb. Bundan da bir aksesuar düzəldək. Kiməsə sır yarıq məntiqi ilə düzəldiblər. Açığı uzaqdan baxanda pis görünmür. Yəni boyunda düşünmürəm ki, bu sizin boynunuzda pis görünər. Pis görünməyəcək. Yəni yaxası açıq paltarlarla da bu. Amma yəni əl vuranda hiss olunacaq ki, yox o deyil. Bəlkə məhz kombin xətrinə nə ilənsə kombinləmək olar bir dəfə. Bunu 10 manat almışam. Daha sonra papaq deyəsən. Nə maraqlı. Böyle böyükdür deyəsən başıma. Yox, böyük. Nə qəşəng oldu. Düşünürəm ki, ağ rəngi mənə daha qəşəng qalardı, amma bu da yaxşıdır məncə. Belə papaqları taxan kimi bilirsiniz hansı mahnı yadıma düşür? Ya mərmələt ki, dərərərə, Rusça bilmədiyimin sübutu da burada bilindi. Tam bir şəkil çəkdirməliyik, qarda şəkil çəkdirməliyik papaqdır. Təcili şəkildə kombinləyək. Mən papağı almışam 6 manata, hal-hazırda 6 manat neçəsə qəpik olub, amma qəşəngdir məncə dəyər. Nədir? Dondu deyəsən. Nə qəşəng dondu. Biraz nazikdir, amma belə qəşəng görünür, pis görünmür. Bu donu mən almışam 35 manata, hal-hazırda qiyməti 37 manatdır. Hər an əvvəlki rakursa qayıda bilərəm, çünki başa düşmürəm bu məni çəkirmi, uzaqdımı, yaxındımı. Bu rakursun nəyi pis idi axı? Baxın, bu gözəl kitab rəfmin nəyini bəyənmədiniz ki, mən burada bayaqdan ki. Bu da onu bəyəndim. Sadəcə bir şey var ki, nazikdir. Yəni bu hissələr çox nazikdir. Material olaraq o qədər də əla material deyil. Bir də yenə bunun da beli boşdur. Bu hissəsi boş olan paltarlar xoşuma gəlmir. İstəyirəm belə kip əynimə otursun. Amma material olaraq çox da canıma yatmadı. Və ilk bağlamamızın son məhsulunu açırıq. Bunu paltarların arasına niyə qoyurlar? Yəni bu nəyi qoruyur? Paltarın ütüsü pozur desəm, bu ütü tələb edən bir paltar da deyil. Belə çox... Ay Allah! Əridim. Buna baxın. Düyməsinə baxın bir dənə. Ortada bir dənə düyməsi ürəklidir. Amma buna konkret olaraq ürəyim getdi. Bax görürsünüz, modum yüksəldi. Bir anda bayaqdan paltarları açıram. Qara paltar, papaq, ağ kofta falan. Amma bunu görən kimi əridim. Bu jaketi almışam 31 manat neçəsə qəpiyə. Hal-hazırda qiyməti 37 manatdır. Bir dənə bu koftanın şirinliyinə baxın. Baxın, heç nə demirəm. Siz bir dənə bu koftanın şirinliyinə baxın. Qolları biraz uzun idi deyə qatladım. Materialda çox qəşəngdir. Koftanın özü də çox şirindir. Bir dənə buna baxın. Köpük. Bir dənə buna baxın. Böyləcə köpük. Bir dənə də şirin bantik. Crop deyil, amma çox uzun jaket də deyil. Qısadır, yəni gördüyünüz kimi. Mən çox bəyəndim. Sizə də mütləq tövsiyə edirəm. Digər paketi açırıq və mən paketi açarkən təbii ki siz nə edirsiniz? Gedirsiniz, əgər kanala abunə olmamısınızsa kanala abunə olursunuz. Və qaçaraq gedib bu videoya rəy yazırsınız. Bax indi dayandırın, stop. Rəy yazdınız. Okay, videoya davam edə bilərik. Bu bağlamanın içindən texnoloji vasitələri də çıxacaq bu arada. Deməmişəmsə. Yəqin ki adında yazmışam bağlamanı, amma yenə də deyim. Bir dənə belə burada donlar olacaq. Çünki mən sıra tamaşaya gedirəm. Onun üçün belə qəşəng, belə biraz klassik, amma çox da toy paltarı olmayan don lazımdır mənə. Bax bu qəşəngiymiş. Sanki aşağı hissəsi biraz enli kimidir mənə. Amma qəşəng görünür. Mən bu don almışam 40 manata, hal-hazırda don 42 manatdır. Növbəti paltar əslində çox rahatdır. Yəni əynində oturuşu falan. Mən çox bəyəndim. Belə dediyim kimi yenə daha kip ola bilərdi. Belində biraz boşluq var. Amma ümumiyyətlə çox qəşəngdir. Sadəcə bir problem var. Bu boyundakı ağ artıqdır sanki. Bu okey, qollar ağ, aşağı. Boyunda biraz belə uşaqların boğazına bağlayırlar belə yemək töküləndə. Nə deyirlər ona? Fartuq deyirlər, nə deyirlər yemək üstünə tökülsün deyə. Bax onun kimidir. Yəni bu olmasa, belə olsaydı, yəni belə bilmirəm, göstərə bilmədim. Yəni bu ağ olmasa, bu sırf qara olsa məncə daha yaxşı olardı. Bir dənə o mənim gözümü narahat elədi, ümumilikdə pis deyil. Yenə ağlı qaralı. Bu ara. Nə maraqlı materialı var. Nə böyükdür bu? Dondu, paltodur bəlkə. Nə maraqlı materialı var, yumuşaq. Deyəsən, tamaşada mən ifa eləyəcəm. Elə bir don seçmişəm. Bu nədir belə? Sam sadədir, amma sanki çox uzun və çox şaxşaxalı gəldi gözümə. Deməli, bu uzun həngaməni mən almışam 44 manata. Hal-hazırda qiyməti 43 manatdır. Nə deyim? Məncə heç nə deməyə ehtiyac yoxdur. Hər şey çox açıq şəkildə bilinir.
Çox gözəldir. Sadəcə bir dənə bir şey deyəcəm ki, kaş bu hissə burada olmazdı. Çünki bu xətt, bu kofta ilə yubqanı ayıran xətt bəzən belə olur, yəni bu qarnın çox üst hissəsinə yığılar. Onda sanki kökmüşsünüz kimi görünür. Bu hissə qarnı belə görünür. Məncə bu donda biraz elə göstərib, amma çox da şiş deyil. Yəni biraz dolu olsaz bura daha da belə şiş görünəcək. O xoş görüntü yaratmır. Tamaşaya hansı geyinəcəyimlə bağlı ağlımda çox sual var. Amma bu o seçimlərdən biri ola bilər 100%, çünki çox xoşuma gəldi. Burada keçən dəfə bir rəy gəlmişdi ki, bütün paltarların altına bu kabloku geyməyin. Təsvir olsun ki, bütün paltarların altına bu kabloku geyməyə məcburiyyətindəyəm, çünki başqa kablokum yoxdur. Ümumiyyətlə, mən çox hündürdaban geyinən deyiləm. Bu da gəlin ayaqqabımdır, inanırsınız. Məhz çəkilişlər üçün bunu Azərbaycandan gətirmişəm. Niyə, nə bilim, hündürdaban geyinəmirəm. Mənimki krasovkadır. Çəkilişlərdə amma məcbur geyinirəm belə. Gəlinlik ayaqqabımdır. Yəni çox xahiş edirəm, buna bir söz deməyin. Niyə ancaq qara rəng almışam? Bu da maraqlı bir dondur. Belə klassik kimi. Bunda üşüyərəm amma məncə. Bir şey maraqlı görünür. Bu donu mən almışam 35 manata, hal-hazırda 35 manat neçəsə qəpikdir. Əynimdə çox şirin, çox şık bir don var hal-hazırda. Məncə çox qəşəng görünür. Hər şey yerli yerindədir. Heç bir problem yoxdur. Sadəcə bir dənə bir problem var ki, məncə bel hissəsi mənə biraz boşdur. Üst hissəsi çox əla oturub, alt hissəsi çox əla oturub. Sadəcə bel hissəsində bir damcı sanki boşluq var. Bu daha belə küp olsa belə damlar. Məncə daha şux görünər. Ümumi olaraqsa çox bəyəndim. Məncə çox gözəl görüntüdür. Bu bağlamanın da sonuncusunu açırıq. Bu arada paltarlarda rəyə yazıram, amma yenə də deyim, boyum 1.57-dir. Çəkim 54-55 arasında gedir gəlir. Uyğun baxa bilərsiniz. Bir dənə belə qəhvəyi bir dondur. Bu da nazikdir. Deyəsən mən bu donu bəyənməyəcəm. Çünki adətən belində belə rezinka olan, rezinka deyil, prosto qəribə bir şey olanlar sanki biraz topuş göstərir adam olduğundan. Bu donu almışam 30 manata, hal-hazırda qiyməti 28 manatdır. Bu donu əlimdə bəyənməsəm də, amma əynimdə çox bəyəndim. Məncə çox qəşəngdir. Burası bir damcı daha sıx ola bilərdi. Yəni daha sıx olub ətəyinin biraz daha yuxarıda, baxın bu cür olmağını istəyərdim, amma ətək biraz belə bir tık aşağıda dayanır. Amma yenə də okeydir, məncə qəşəngdir. Yəni bu material falan da mənə normal gəldi, qaşındırmır. Keçirik digər bağlamaya. Bir dənə bir şey almışam. Məncə çox məntiqli alış-veriş olduğunu düşünürəm. Baxın, bu nədir deyə soruşsaz. Məncə çox məntiqlidir. Yəni düşünürəm ki, hər kəsin, hər bir gənc qızın evində olmalı olan bir vasitə. Allah ki, çox şirin oldu. Birincisi onu deyim ki, sizə belə şeylər çox isti saxlayır qulağı. %100 deyirəm. Mən bir dənə var da belə qulaqlıq vloqlarda falan görmüsünüz. O da dəhşət isti saxlayır. İkincisi, məncə çox şıqdır. Yəni mən çox bəyəndim. Mən bunu taxacam, %100 istifadə eləyəcəm. Arxadan bağladım boğazından ipi görünməsin deyə. Yəni elə də eləmək olar. Məncə boğazdan da bəyəndim, amma belə də eləmək olar. 5 ulduz. Buna yazıram 5 ulduz, %100 bu məndəndir. Bunu mən almışam 10 manata, hal-hazırda qiyməti 11 manatdır. İndi baxıram ki, bunu aldığım mağaza Temudakı Koreya mağazaymış. Yəni mavi rəngdə brend yazdırır, hansı ki bilirsən ki, bunu orijinal olaraq o marka buraxır. Burada da belə mavi rəngdə brend yazısında Koreya dilində nəsə yazılıb o hərflərdə. Yəni bildim ki, belə şeylər ancaq elə onlardan çıxar. Mən də onları dəhşət çox sevdiyim üçün məndəndir. Amma bir dənə çanta. Rəngi belə bir tık affedersiniz, qusmaq rənginə oxşadı. İçi belə pis deyil. Başqa cibi yoxdur. Nə dar deyil, nə geniş deyil. Bir dənə belə balaca özündən. Bir şəkildəkinə baxıram, bir bu çantaya baxıram. Bir şəkilə baxıram, bir bu çantaya baxıram. Şəkildə çox daha sanki şux və olur çantalar belə trapez formasında gəlir, kəskin. O cür görünür. Təəssüf ki, həyatda o qədər kəskin və gözəl deyil. Yəni ona görə çox da bəyənmədim bu çantanı. Mən bu çantanı almışam 15 manatda, hal-hazırda qiyməti 17 manatdır. Daha sonra bir dənə də çanta. Bu çantanın nə qəşəng belə çantası var ayrıca. Başqa məsələ. Yəni Vau, nə qəşəngsən sən. Rəngləri tartışıla bilər, hamı sevməyə bilər. Məsəl üçün siz bayaq ki, bənövşəyi rəngi sevə bilərsiniz. Çəhrayı sevməyə bilərsiniz, amma dizayn olaraq biraz arxası əzilib, amma içinə nəsə qoyanda 100% düzələcək bu. Çünki içim boş ki. Abi, elə bildim konfet qoyublar içinə. Sadəcə bu ipi yığmaq üçün belə bir şey imiş. Qəşəngdir. Bunun içinə nəsə doldursaq, bu əzilən hissəsi getsə, kifayət qədər qəşəng çantadır deyə düşünürəm. İçi qəşəng, genişdir, telefon, kaşlok, hər şey yerləşər. Bu rəng cins şalvar, sadə ağ tişört, onlarla çox qəşəng kombinlənər. İçində də belə çiçəkli bir şey var. Bunu bəyəndim həqiqətən. Mən bu çantanı almışam 28 manata, hal-hazırda da qiyməti 28 manatdır. Yaxşı çantadır, keyfiyyətlidir, görünüşü okeydir, amma 28 manatlıqdırmı? Ona tam əmin ola bilmədim. Belə bir şey almışam. Bu birsiz nədir? Oy, ətmir. Pozamdır.
Amma nə pozanıdır? Qazın üstünü pozmaq üçün, bəli, qazanın içini pozmaq üçün, yəni bu yanıq ləkələrini falan. Deyilənə görə qazın üstünün hər şeyin, kirin, pasın, yanıq ləkələrini falan hamısını aparır. Bilmirəm, yoxlayacaq görək. Bloqlarda bunu birlikdə yoxlayaq. Mən bu 4 ədədini almışam 9 manat. Hal-hazırda qiyməti qalxıb olub 10 manat. Bundan hamamın o pasın falan da aparmaq olur. Yazılana görə. Görək də. Belə bir şey, bunu birsiz kimi də görmüşdüm. YouTube'da bəlkə görərsiniz, Ayda Vlog adında bir xanım üzün göstərmədən, nə bilim, ev təmizləyir, uşaqların paltarlarını düzəldir, evini səliqə-səhlana salır. Onu da görmüşdüm. O çox bəyənmişdi. Çox böyük ölçüsünü almışam mən. Temuda qazan için sürtmək üçün olur, belə şəklini qoyaram burada. Baxın, belə bir şey. O çox pisdir. İçinə zirzibil dolur onun. Heç xoşum gəlmir. Olsa təmizlik şeylərinə heç xoşum gəlmir ondan vəbşi. Bu onun daha müasir versiyasıdır. Yəni bununla da qazanın için sürtmək olur. Təbii ki, quruluşuna görə içində heç bir zirzibil dolmur və daha rahatdır və o tez sıradan çıxır, belə biz pis olur. Bu xarab olmur. Yəni bu necə xarab ola bilər ki, yəni belə bir şey. Bunu o xanımda görüb almışdım. O çox tərifləmişdi. Ümid edirəm, məndə də işə yarayar. Mən almışam 8 manata. Hal-hazırda qiyməti olub 10 manata. Bu arada yenə deyirəm, bəzən rəylərdə yazılar ki, çox baha alırsınız məhsulları. Mən hal-hazırda konkret proqramda gördüyüm qiymət deyirəm. Kuponlardan falan istifadə edəndə təbii ki, məndə də çox ucuza düşür qiymətlər. Belə yəqin ki, görmüsünüz vloglarda falan belə ağ qaşlar falan taxıram. Mən kəpənək. Onu çox bəyəndiyim üçün onun bir dənə də belə çəhrayı rəngini sifariş elədim. Çəhrayı kəpənəklər, çəhrayı qaşlar, ay, ulduz, belə makiyajlarda çox xoşuma gəlir belə ekstra bir üzümə qaş falan qoymaq. Və bunlar o qədər yaxşıdır ki, üzünüzə nəsə kley vurun, heç nəyə ehtiyac yoxdur. Özün buradan çıxardırsan, tık yapışdırırsan, yəni makiyajın üstündən də çox qəşəng qalır, heç bir oynama eləmir. Yəni mən o əlimlə salıb qopartmadığım müddətcə gün boyu da üzümdə qalır. Bunu almışam 2 manat 20 qəpiyə, hal-hazırda 2 manatdır. 20 qəpiyə ucuzlaşıb və bu karqonun da sonuna çatdıq. Açırıq sonuncu, ən əsas karqonu. Fikir verim sizə, bugün saçımda bir fenləmişəm. Görəsən niyə? Çünki bunun içindən çıxan bir şeylə saçımda bir şeylər eləyəcəyik. Niyə eləyəcəyik acaba? Kanala abunə oldunuz? Oldunuz kanala abunə? Olmadısa çıxıb burada kanala abunə olun. Cəld. Bu birsiz nədir? Baxın, belə bir paketdir. Limonu dözdə. Bunu tökürsünüz uvanikin içinə, sonra isti su tökürsünüz, sonra üstündən biraz adi kranatın suyunu axıdırsınız və orada birsiz necə olur? Uvanik belə ki, yığılır su. Normalda belə içi dolanda su yığılır, belə getmir, zəif gedir. Bunu tökürsünüz, suyu tökəndə belə oluyor. Löp, bütün belə bunu özünə çəkir, suyu çəkir və elə açılır. Yəni kimyəvi maddədir də, oradakı kiri, pası, yağı, nə bilim saçınızın tükün falan hamısını ərdir. İçində 8 ədəd var. Görək neçə almışam. Bunu almışam 12 manat neçəsə qəpiyə. Hal-hazırda qiyməti 14 manat olub. Amma dəyir. Yəni 8 dənəsinə 14 manat dəyən bir şeydir. Çünki yəni bir dənəsi ilə bütöv açır da. Yəni bilirəm hamınız başlıqda gördüyünüz şeyi gözləyirsiniz, amma onu ən axırda açacağam. Daha sonra belə bir vasitə var. Bu nədir? Saç qıranı təmizləyən. Bəli, bu saç qıranı təmizləyəndir. Açıqım mən bu saç qıranı təmizləmə aparatı üçün çox da yaxşı bir örnək deyiləm. Çünki mənim saçımda o qədər də saç qıran yoxdur. Çünki mən saçımı çox az fenləyirəm ümumiyyətlə. Çox vaxt elə öz saçımda oluram, buruqda. Amma bugün məhz bu aparata görə saçımı fenləmişəm. Belə baxanda saç qıran yoxdur, amma 1-2 dənə belə çox nadir gözümə dəyir. İndi onu yoxlayacaq görək. Bu aparat saç qıranları həqiqətən götürürmü, yoxsa boş-boş şeydir? Çox maraqlı bir video fasonu var. Toku yoxdur. Yox, nə işləyir? USB ilə işləyir. USB ilə işləyir. İçinə də USB qoymayıblar. Kefdilər ya, Allah hamd olsun. Belə. Neysə, mən bunu Zaytkaya taxaram. Əslində bu aparatın Temuda çox ucuzları da var idi. Amma mən lap ucuzunu aldım. Bu nədir? Çıxıbmış, bu hardan düşüb görməmişəm. Qutunun içindən, riski gördüm qabağımdadır. Qutunun içindən öz USB-si də çıxır. Başlıq yoxdur təbii ki. Bir də belə broşkalar çıxır. Bu nədir? Bu yəqin fırçadır təmizləmək üçün. 2 dənə də belə, bu broşkalar o qədər qəşəng olur, iz buraxmır. 2 dənə də belə broşka. Günahlarını almışam, boş yerə çıxıbmış. Dediyim kimi çox ucuzları da var idi, amma yenə də mən birdən iraq olsun partlayar eləyər ya da saçımı yandırar. Çox ehtiyat elədiyim üçün mən 55 manata olanı aldım, amma belə hər qiymətə var idi. Ümumiyyətlə istəyirəm ki, bir neçə dəfə belə saç əşyaları alaq, Temudan yoxlayaq. Çox xoşum gəlməyəm saçımla oynamaqdan. Okeymiş. Okey. Ne biçim konuşma kızım bunlar? Başlayaq inşallah. Çölə çıxıb gəlmişəm, saçım biraz dağılıb. Aparat budur dostlar. Parasına yığacaq bilmirəm. 10 oldu arada hazırda. Burada da 100% olduğu yazılıb. Qorxuram, mən saçımı kəsib eləyər. Oy. Bir-iki dənə də saçım qopdu. Allah hamd olsun qopdu. Prosto saçım hara yığılır dostlar? Bura yığılır yəqin. Amma burada baxın belə haçalanmış uclar var.
Bunu düşünürəm ki, eləmək olar. Bu mənim öz orijinal saçımı əzir qızlar. Təmizləyir. Həqiqətən də təmizləyir saç qıranları. O da şokdayam. İndi gəl bunu söndürək, söndürdük. Və bu qapağını açaq görək bunun içindən nələr çıxacaq. Yəni psixoloji giymiş məndə deyəsən. Çünki çox da bir şey burada heç nə yığılmayıb. Baxın, əslində bura yığılmalıdır. Burada çox az bir şey yığılıb. Bunun içinə yığılıb. Bunun üçün mən necə təmizləyəcəm? Mən sadəcə psixolojik olaraq inanırmışam ki, mənim saçımı təmizləyir. Çünki içindən çox az tük çıxdı. Yəni çox az. Təmizləmək də çox çətin deyil. Sadəcə bu dip hissəsinə belə girir, eləyir. Sizə də məsləhət görmürəm. Amma bir şey də var. Onu da qeyd edeyim. Məndə saç qıran yoxdur. Ona görə bu az təmizləmiş ola bilər. Yəni olan 1-2 dənə şey idi, 1-2 dənəsini təmizlədi. Sizdə çoxca məncə sizdəkini təmizləyə bilər. İşə yarayırmı? Yarayır. Amma mən tam başa düşmədim, məndə olmadığı üçün. Bilirsiniz nədir? 100% bilirsiniz, hamı da görmüsünüz. Tiftik aparatı. Tiftiyi götürür. Bunu da yaxşısını almağa çalışdım. Bunun da hər qiymətə var idi, ucuzu bahası. Bunun içindən lezva kimi bir şey çıxdı. Belə çox maraqlı bir dənə aparat. 80% ayırtqası var. Üstünə yazılıb və işləyir. Bunu da yoxlayarıq mütləq. Tiftik aparatını yoxlamaq üçün bundan daha yaxşı bir məhsul ola bilməz. Açığı mən bunu atacaqdım çünki artıq atlası bitdədir gördüyünüz kimi. İndi kameranı çevirim, bir yerdə yoxlayaq görək. Gəlin başlayaq görək nə iş görür bu. Eləyir ümumiyyətlə. Deyəsən eləmir. Heç eləmir desəm yalan olar. Məsəl üçün baxın bu elənməmiş hissədir. Bu tərəf olunub. Yəni fərq olmağına fərq var. Amma wow, nə gözəl elədi. Ay Allah, şalvar təp-təzə. Elə bil bu dəqiqə almışam kimi olmadı. Ona görə də bu gedir geri. Çünki heç məmnun qalmadım. Yəni demək olar ki, eləmədi. Məncə hətta bu pisindəndir. Yəni bunun başqasını yenə alıb yoxlayarıq. Və həm bu bağlamanın, həm də bu videonun son əsas məhsulu telefon. Bəli, Temudan telefon almışam. Özdə necə telefon? Mini telefon, balaca telefon. İnana bilmirəm hal-hazırda ki, Temudan telefon almışam. Adı da bilirsiniz nədir? i16 Pro. Gəlin açaq görək nəyə oxşuyur, bu nə olan şeydir. Telefon qiymətini bilmək istəyirsiniz? 48 manat. Bəli, sadəcə 48 manat almışam. İnana bilmirəm. Vay. Ayda. İçindən belə etiketdə çıxdı. Kodun üstünə hər ehtimala bağlayayım. i16 Pro və İnarsız bu 2 nömrəlidir. Yəni buna 2 sim kart taxa bilərsiniz. Wow. Belə bir şey çox qəşəng görünür. Ay! Çox şirindir. Oyuncaq deyil də bu, bilirsiniz ki, yəni adi telefondur. Kamerasına baxın bir dənə. Ekranı balacadır. Zaytka adapter yeri falan olacaq yəqin ki bunda. İp də var boynunuza asmağa ya da bunu burlok kimi hardasa taxmağa. Nömrə taxa bilmək üçün içindən bu nömrə taxandan çıxır və bir dənə adapter. Elə bir oyuncaqdır. Bunu Zaytkaya taxım, gəlim. Telefonu Zaytkaya taxdım. Üstündən bir xeyli vaxt keçdi. İndi açıram, sönlüydü. Oy, hardan çıxır buradan. Ümumiyyətlə quruluşu çox qəşəngdir həqiqətən də. Sanki balaca bir oyuncaqdır və çox yüngüldür. Səsi də baxın bu cür. Bir də açın baxın. Belə üst hissəsində işarələr var. Telefon, zaryadka, bir də mesaj gəlibsə buradan notification düşür. İçi də əvvəlki Nokialar kimi. Yəni özü də sanki Nokianın belə yaslaşmış formasıdır. Çox maraqlıdır. Çox da bir şey yoxdur, adi. Belə də göstərim sizə. Açanda buradan işıqlar yanır. Oyuncaq da elə bir. Menyuya giririk. Mesaj. Fonbook. İşıqdan yaxşı düşmür, amma əslində daha yaxşıdır. Yəni burada rəngləri, sonra multimedia, organizer, settings, SDK, service. İnternetdə girir, Facebooka belə girir yəni. İndi girəməyəcək çünki internetimiz yoxdur. Wi-Fi-yə də qoşulmur məncə. Bir dənə baxım görüm Wi-Fi-yə qoşulur. Yox, Wi-Fi qoşulmur. Sadəcə telefonumuzun interneti varsa onu girəcək. Java, oyunlar olan yer. Ayda açmayacaq, heyf. Yəni qədimi telefonlardakı kimi də bildiyiniz belə kamera 3 saat hərəkət eləyir, belə çox solğun. Çəkməsə bundan hörmətlidir, yəni açığı. Amma belə video fasonu qəşəngdir. İşlətmək olarmı, işlətmək olar. Xüsusilə də məşğələyə gedən uşaqlar üçün 2 nömrəsi olmağı vəbşə əladır. Məşğələyə gedən uşaqlar üçün zəng gəlsin, zəng getsin. Bəsdir. Düzdür. Facebooka falan da gir bu arada, bir internetə falan gir. Əminəm ki, bu megabayt da çox az aparır. Amma belə maraqlıdır. Maraqlı video var əsas odur və səsi çox şirindir, buna baxın.
Və bir tema bağlamasının daha sonuna gəldik. Kanala abunə olmağı, rəy yazmağı və bu videonu bəyənməyi unutmayın. Unutmayın ki, rəyləriniz mənim üçün çox dəyərlidir. Digər videolarda hansı məhsullar olsun, mütləq rəylərdə kodlarını qeyd edin və ya adını qeyd edin. Digər videolarda görüşərik. Hələlik.